Qaymaqla şor yazırıq, tərkibində isə qaymaq yoxdur. Anlatmaca oynamırıq insanlarla. Qaymaqlı şor yazaq, içərisində qaymağın heç xəbər də olmasın. Tərkibində də qaymaq olmasın. 11 ayın sultanı Ramazan ayıdır və bu ayla əlaqədar olaraq hər birinizdə təbrik edirəm. Marketdən məhsul almışdım. Marketə məhsul qəbul edərkən mütləq tərkibi ilə içərisi üst-üstə düşməyinə diqqət edək. Bunu unsuz lazımı qurumlar buna diqqət etmirlər. Bari biz diqqət edək. Buradan səslənirəm. Bu məhsulu istehsal edən şirkətlərə mümkün qədər xalqımızı aldatmayaq. Əgər qaymaqlı şor yazıbsa, tərkib hissəsi bununla üst-üstə düşmürsə, bu sualı kim cavab verəcək? Yəqin ki, lazımı qurumlar, buna diqqət edən qurumlar və ya istehsalçı. Çünki vətəndaş bunu oxumağa mümkün deyil. Telefonla da böyüdürdüm, oxuya bilmirdim. Amma nəhayət ki, böyütdüm, məlumat üçün sizə çatdırmağa çalışdım. Yazıb. Sadəcə birində palma yağı yazıb. Bitki yağı yazdığında nəyi deyirsiniz? Hansı bitki yağdan danışırsınız? Mümkün qədər, əgər palma yağıdırsa, palma yağı yazın. Bu Ramazan ayında insanlar bunu alır, səhər sahurunda istifadə edirlər. Amma biz insanların haqqına girmiş oluruq. Necə? Qaymaqla şor yazırıq, tərkibində isə qaymaq yoxdur. Gəlin üzərini bircə oxuyaq. Bunun üzərində nə yazır? Yazır ki, tərkibində inək südü, yağsız quru süd, qaymaq, süd yağı əvəz edicisi, palma yağı və onun fraksiyaları, süd mayası, qida duzu, qara çörək otu. Tərkib hissəsi bunu belədir. Digər tərkib hissəsinə baxdığımızda isə o qədər balaca yazılıb ki, çox çətin oxunur. Quru süd, maya, duz, qara çörək otu, bitki yağı, hansı bitki yağı adı qeyd olunmayıb və saxlama müddətini qeyd edib. Digərində isə yazıbdır ki, tərkibində pasterizə olunmuş təbii süd, quru süd, bitki yağı, yenə hansı bitki yağı bu yazılmayıb, qeyd olunmayıb, kəsmik, çörək otu, xörək duzu, çörək otu. Bu qədər. Digərində də yazıb ki, qaymaq yazılmayıb yəni. Digərində nə yazıb? Tərkibində nə vardır? Süd maya, təbii süd maya, duz, bitki yağı, hansı yağ bilinmir, yağsız süd, qara çörək otu. Bu qədər. Xalqımıza doğru xidmət edək. Xüsusi orqanlarımız var ki, qida ilə bağlı bu orqanlar buna diqqət etməlidirlər. Dəyərli xalqım, buradan sizə səslənirəm. Məhsul alarkən mütləq etiketi oxumağı unutmayın. Əgər etiketlə tərkib hissəsində şübhəniz varsa, dərhal lazımi orqanlara müraciət edin.